Salam uşaqlar, bugünkü video dərsdə kompleks ədədlərə aid yeni sualın asan izahını verəcəm. Sualda deyilir ki, A-nın hansı natural qiymətində Z kompleks ədədi ilə qoşmasının hasili 90 olar. Z üstü xətlə Z kompleks ədədinin qoşmasını işarə edirdik. Qoşması olması üçün həqiqi hissələrin əmsalları eyni olmalıdır. Xəyali hissələrin əmsalları biri o birinin əksi olmalıdır. O zaman Z üstü xət necə olacaqdır? A çıxılsın 4, çıx, A üstə gəl 2, vurulsun i şəklində. Bunların A-sı 90'dırsa, bunları bir-birinə vursaq, olacaq burada A çıxılsın 4'ün ödərizə kvadratı, çıx A üstə gəl 2, i kvadratı. I kvadratda biz bilirik ki, mənfi 1'ə bərabərdir. O zaman burada olacaqdır, üstə gəl A üstə gəl 2'nin kvadratı, şərtə görə necə verir? 90 verir. Mötərizələri açsaq, buradan alırıq ki, 2A kvadratı, çıx burada 8A, üstə gəl 4A, olur çıx 4A, üstə gəl 16, üstə gəl 4, üstə gəl 20, 90'da bu tərəfə keçirsək, çıx 70, bərabərdir 0 alırıq. 2'yə də bölsək tərəf-tərəfdən, A kvadratı çıx 2A, çıx 35, bərabərdir 0 alırıq. Bunu da Viet teoremindən şifahi biz tapa bilərik köklərini. A1 hasili mənfi 35'dir, cəmi də ki, müsbət 2'dir. O zaman A1 bərabərdir mənfi 5'ə, A2 ilə nəyə bərabərdir? Müsbət 7'yə. Bizə də deyir ki, şərtdə A-nın hansı natural qiymətində, o zaman cavab olacaqdır necə? 7. Sağ olun.